Hər kəs salamlayıram, əziz dəyərli yoldaşlar, dəyərli izləyicilər. Bildiyiniz kimi artıq 2027-ci ildə ingilis dili fənnindən imtahan modeli tamamilə dəyişiləcək və normal olaraq bu modeldə bildiyiniz kimi listening, 2 ədəd reading, təbii ki, arada qrammatika tapşırıqları var və 100 sözdən ibarət esse tapşırığı düşəcək. Onu qeyd etmək istəyirəm ki, uşaqlar, hal-hazırda bununla bağlı heç bir material yoxdur. Yəni, material cəhətdən demək olar ki, material sıfıra yaxındır. Və mən də öz dərslərim üçün bu materiallardan hazırlamışam. Hələ ki, gördüyünüz kimi 7 dənə uniti əhatə eləyir. İlk öncə uşaqlar istəyirəm sizə unitləri tam hamısını göstərim. İlk öncə bu birinci uniti əhatə eləyir. Qrammatika tapşırıqlarına yer verməmişəm PDF-lərimdə. Çünki qrammatika artıq toplu olsun, digər vəsaitlər olsun, kifayət qədər var. Bu da bizim ikinci unitimizdir. Baxın, gördüyünüz kimi bizim listeningimiz, 2 ədəd readingimiz və 100 sözlük essemiz var. İndi bu paketin digər gözəl məsələlərindən danışacağım sizə. Yenə 4-cü unitimizdir bu da. Bu 5-ci unitdir. Bu isə 6-cı unitdir. Burada Murad Hüseyin sözünü qeyd eləməmişəm. Aha, bu da 6-cı bizim unitimizdir. Bu isə bizim 7-ci unitdir. Deməli, uşaqlar, ilk öncə onu qeyd edək ki, bütün məsələlər qeyd olunub Drive-da. Burada dinləmələr hissəsinə gəldikdə isə 7 unitin 7-sinin də audiolarından siz qarşılaşa bilərsiniz. Və cavablar hissəsinə gələk. Cavablar hissəsi həqiqətən də sadəcə cavabların olduğu bir şey deyil. İlk öncə bu ümumi cavabdır. Burada gördüyünüz kimi 100 sözlük esse üçün bir dənə sizin üçün necə deyək, nümunə esse yazılıb. Və burada var essay support pack, yəni ilk öncə linking words-lər var ki, siz essedə hansı linking words-lərdən istifadə edə bilərsiniz. Və burada useful phrases, yəni faydalı frazalar var ki, siz onlardan da istifadə edə bilərsiniz. Və idea box var. Yəni valideynin, orada birinci mövzumuz oydu ki, universitet seçimində valideyn əsas rol olmalıdırmı? Tərcümələrlə birgə idea boxlar da vermişəm. Yəni bunu demək olar ki, hər unit üçün bu tərtib olunub. İnşallah bu unitlərin sayı dərslərimiz davam elədikcə tam bir kitab çıxana kimi və kitab çıxandan sonra da belə rahat şəkildə sizin istifadənizə şey eləyəcək. Həm də burada hətta bir qəliblər də var müxtəlif şəkildə. Və yoldaşlar, siz də əgər mənim dərslərimə qoşulmaq istəyirsinizsə, onu qeyd edək. İlk öncə nömrəmizi qeyd edək. Yoldaşlar, dərslərimiz aprel ayının 1-dən başlayacaq. 099 702 54 44 nömrəsinə yazın. Mən sizə həm qiymətlə, həm cədvəllə bağlı məlumatlar verəcəyəm.